İcaza ver sağollaşım, gülüm, gedim hazırlaşım. Olmasın mı kəlmə-kəlmə verilişi var idi. O yarışda şəxsən yəni mən də var idim. Onlara buradan hamıya səslənirəm ki, bir dənə füqari heç kimlə müzakirə eləməsin. İlqar olduğu yerdən 2 addım da qabağa gəlsə, onların billə ki, yəni onlar üçün yaxşı olmayacaq. Bir dərdimdən bir sevinci çıxıram, azalmaqdan cavab artır, 3 olur. Və sevgi olub, əlbəttə bir xanım olub. Elə başa düşürəm ki, çörəkdən başqa hər şeyin reklama ehtiyacı var. Elə görmüsünüzmü, yəni hansısa müğənni gəlsin meyxananın içində o qədər uğur qazansın. Namik Qaraçuxurlu sanki bu meyxana tendensiyasını biraz dəyişdi. Bir meyxanada qadının iştirakı vacibdirmi, olmalıdırmı? Məndə də olub, mən də sözümü kəsiblər, mən də sözlərini kəsmişəm. Ödəniş istəməmişəm, elələri var ki, ödəniş eləyiblər. Mən bu sənətdə önümü kəsənlər olub, yox, çox olub, hal-hazırda da var. Özləri yığışlar bir yerə 5-6 nəfər ki, İlqar burada olmasın. Mən də götürdüm. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Həyatın içindən efirdədir. Bugün çox maraqlı bir qonağım olacaq. Düşünürəm ki, sizin də uzun müddət bizdən gözlədiyiniz və şərhlərdə bəzən yazdığınız meyxana ustadlarımızı çəkin fikirlərinizi əsasən bugün çox dəyərli söz ustadı, söz xiridarı İlqar Nehrəmli ilə maraqlı bir söhbətimiz olacaq və biz gəlmişik, artıq buradadır. Salam, xoş gördük İlqar. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Xoş gəlmisiniz. Siz gözləyirdik. Gözəl bir söhbət vəd eləyirəm tamaşaçılar. İnşallah yaxşı olacaq. Hər kəs salamlayır. Bütün izləyicilərə də təşəkkür edirəm. Yaxşı veriliş olacaq inşallah, inanıram. Çox sağ olun. Belə səmimi, çox içdən söhbətlərimizi irəliyən dəqiqələrdə izləyəcəksiniz. Keçək. Bəli, dəyərli izləyicilər, az öncə qeyd etdiyim kimi bugün çox dəyərli meyxana söz ustadı bizim qonağımızdır. İlqar Nehrəmli, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm Şəbnəm xanım. Sizə Kərbəla İlqar deyə bilərikmi? Bu yaxınlarda ziyarətdən gəlmisiniz. Çox sağ olun. Diqqətiniz üçün. Elə Kərbəla mənim özüm üçündür. Elə İlqar deyə müraciət edə bilərsiniz. O mən özüm üçün getmişəm. İcaza ver sağollaşım, gülüm, gedim hazırlaşım. Gələndə anidən gəlir ölüm, gedim hazırlaşım. Bu son görüşdür, dərd odur, ürək sevəndə anlamır. Tutub buraxmır əllərin əlim, gedim hazırlaşım. Görüşdə yarə bir çiçək kifayət eyləyər, fəqət sual-cavab var orada, var zülüm, gedim hazırlaşım. Görüşlər eyni gündədir, sağ ol, üzürlü say məni. Əzəl durub qapımda sevgilim, gedim hazırlaşım. Çiçək də qoymasam məzarım üstə gəl zaman-zaman. Çiçək də qoymasam məzarım üstə gəl zaman-zaman. Sən İlqarın yanındasan bilim, gedim hazırlaşım. Mən yalandan gülümsəyə bilmirəm. Adam var ki, ağlamağı bacarır. Təbəssümlə qarşılamaq çətindir. Hamı qapı bağlamağı bacarır. Kədər özün nə sanır ki görəsən? Sanma balıq suda qalsa boğular, mən daşıyan dərdin birini daşısa, nə ay çıxar, nə də günəş doğular. Təklik məni danışdırır gecələr, qəzəbimdən daş əlimdə ovulur. Bu təkliyin görünməyən üzü var, evi tikən ata evdən qovulur. Şüşə kimi paramparça etmisən həyatımı, ürəyimin parçası. Taleyim də, bəxtim də üz döndərib, ağ varağa qara yazıb fırsası. Sevgi ruha qida verir deyirlər. Olmayanda ruhumuz da acıyır. Hücum çəkir üstümüzə kədər, qəm, vəhşi it tək dişlərini qızıyır. Adam var ki, heçdən nəsə eləyir. Mənim ömrüm heyf olur, heç olur. Bir dərdimdən bir sevinci çıxıram, azalmaqdan cavab artır, 3 olur. İlqar, bizim belə deyək də, meyxanaçılarla demək olar ki, ilk verilişimizdir və meyxana aləmi biraz bizim ədəbiyyatımıza, incəsənətimizə, sənətimizə məxsus olan bir
sənət növüdür. Hansı ki biz illər öncə, ötən əsrlərdən hətta meyxanaya dövlət səviyyəsində verilən dəyəri görmüşük. Ulu öndərimiz Ağa Səlim Çıldaqdan üzübəri meyxanaya ciddi bir yanaşma etdi və ondan sonra meyxana aləmində bir qəribə bir ciddiyyət baş verdi. Ondan öncə də əlbəttə Əliağa Vahidi, bizim söz ustadlarımız çox olubdu. Amma bugünkü meyxana vəziyyəti necədir? Necə qiymətləndirirsiniz? Mən belə ilk öncə Allah ulu öndərimizə rəhmət eləsin. Bəli, bizim meyxana sənətimizə dəyər verib. Allah ustadımız Ağa Səlimə də rəhmət eləsin. Meyxana şifa xalq ədəbiyyatıdır. Düzdür, bunun bir dərnəyi yoxdur, bir yeri yoxdur. Təəssüf ki, inşallah ki, dövlətimiz onu da yaxın zamanlarda, yaxın gələcəkdə bir yeri ayırar. Meyxana deyənlərin də bir dərnəyi olar. Yəni, necə ki, aşıqların varsa, bizim sənətin inşallah ki, olar. Amma hal-hazırda yoxdur. Təəssüf ki, yoxdur, o da olar. Meyxana sənəti yaxşı bir sənətdir, necə deyim, xalqımız tərəfindən sevilir, xalqımız dəyərləndirir. Amma şairləri də yəni, dəyərlənməyə layiqdir. Çünki onların sözləri yəni, ötərgi sözlər deyil. Yəni, yaxşı, bu sənət yaxşı bir sənətdir, yəni, belə deyək. Yəni, yaxşı sözlər deyirlər. Mənim sənət yoldaşlarım, nə bilim, ustadlarımız olub, indi hal-hazırda da var. İnşallah ki, daha da xalqımız dəyərləndirəcək, daha da yaxşı olacaq. Bugün meyxana aləmində az-çox üzdə olan və sözü ilə, sözünün kəsəri ilə seçilən ustadlarımız çoxdur. Amma meyxananın hal-hazırda, bilmirəm, məcburən, yoxsa bu bir ehtiyacdır, həm də musiqili, bir əyləncəli tərəfinə də biz nəzər yetirsək, görərik ki, bu da var artıq. Show biznesə də hətta qatılan meyxanaçılarımız var. Biz, məsəl üçün, meyxananın ciddiyyətinə baxanda bəzən düşünürük ki, show bizneslə meyxana biraz uyğun gələn məqamlar deyil. Buna necədir münasibət? Bizim meyxana sənətimiz biraz ağır sənətdir, həqiqətən. Meyxana sənəti çox ağır sənətdir. Çünki anidən şairlərin oturub yazdıqları, bu təkrar olmazsa bu sözlər, yəni bunları qeyd ediblər şairlər, məndən əvvəlki şairlər. Oturub məsələn aylarla, həftələrlə yazdığı şeirləri bir neçə saniyənin içində düşünüb deyirlər. Meyxana sənəti bu baxımdan biraz ağırdır. İkinci tərəfdən qalanda show biznesə daxil olan sənət yoldaşlarımız var. Onların istedadları çatıb, səsləri çatıb, necə deyim, savadları, elmləri daha çox icazə verib və seçimləri də bunu dəstəkləyib. Show biznesdə vardılar. Amma show biznesinə meyxana, yəni ikisi bir yerdə düz gəlmir. Show biznes başqadır, meyxana başqadır. Yəni meyxana ağırdır, show biznesə daha da ağırdır. Onun kütləsi ancaq yəni əksər hallarda belə deyil. Düzdür, xanımlar da olur o məclislərdə, amma ən çox bəylər olur o məclisdə. Kişi məclisi başqadır, belə deyək. Bu aydın məsələdir ki, ancaq bəylər olan yerdə olur. Meyxana ağırdır. Meyxananı sevməyən, qəbul eləməyən insanlar belə bir həmişə arqument qoyurlar ortaya ki, məsəl üçün teatra, rəsm qalereyasına və yaxud da hər hansı bir konsertə bir bəy öz xanımı ilə gedə bilər, dinləyə bilər, izləyə bilər. Bu bir sənətdir, bundan zövq alırıq. Amma meyxana aləmində sanki biraz kişi məclisi, biraz orada adından göründüyü kimi mey, biraz keyf əhval, bəzən məsəl üçün işlədilən hər hansı bir ifadələr, ondan sonra oranın bir aurası, bu şeylər biraz meyxana haqqında, belə deyək də, cəmiyyətin bəzi üzvlərində bir subkultura deyilən bir tərəfinə çəkilibdir. Yəni bir var subkultura dediyimiz, hansı ki buna rap də daxil olubdu, bu Avropaya, Amerikaya məxsus olan. Buna münasibətiniz necədir? Bir meyxanada qadının iştirakı vacibdirmi, olmalıdırmı? Vacib deyə bir məsələ yoxdur. Sadəcə meyxananın istəyən, bayaq dediniz ki, istəməyənlər var və istəyənlər var. İstəyənlər ailəsinə də gəlib baxır. Bu əksər hallarda meyxana, yenə deyirəm, bizdə toy axşamlarında olur. Toyda toy günü də olur, amma toy axşamlarında olur. Bəylər olur. Daha çox yəni bəylər dəstəkləyirlər və bizim bugün xanımlar da var ki, meyxananı daha çox istəyirlər və
istəmək, yəni bir şey istəyib anlayırlar onu, başa düşürlər, yəni istəyirlər. Və bizim Allah can sağlıq versin sənətimizin nümayəndəsi Namiq Qaraçuxurlu, Allah uğurların bol eləsin, bizim elə sənət aləmində brend şairlərdən biridir. Onun o vaxt Şəfa stadionunda bir konserti olmuşdu. Nəinki tək xanımlar, cəmaət ailəsi ilə, uşağı ilə, anası ilə, bacısı ilə hamı gəlmişdi. Orada oturub o konsertdə necə tamaşaçı kimi orada iştirak eləmişdilər. İndi hal-hazırda, məsələn, o günlərdə Orxan Lökbatanı, onu da buradan salamlayıram, uğurlar arzulayıram. Onun da konserti oldu. O konsertdə onun öz ailəsi də, anası da, həyat yoldaşı da və bütün necə deyək, xalqımız da orada iştirak elədi. Ailəsinin iştirak edənlər oldu. Bax, belə də olur, yəni ailə ilə nə cəmaət gəlib iştirak edir. Amma elə məclislər olur ki, ancaq orada deyək, kişilər olur, bəylər olmursa, o səbəbkarın özündən asılıdır. Səbəbkar elə bir yerdə təşkil edir ki, məsələn, keçiriləcək tədbiri, o tədbir, deyək, məsələn, hansısa bir kafedəmi, hansısa bir restoranda mı olur, o xanımlar üçün əlverişli olmur. Əgər o yer xanımlar üçün əlverişlidirsə və cəmaət ailəsinə ora gələ bilərsə, o gəlir. Və bəylər olan yerdə belə deyək, indi siz xanımsınız məsələn, bax, belə deyək, indi siz məsələn xanımsınız, mən bəyəm, düzdürmü? Biz indi burada 3 bəy, 3 xanım olsa, biz başqa mövzularda danışacağıq. Amma siz 3 xanım oturursanız, başqa mövzuda danışarsınız. Bəylər yoxdur deyə daha da sizin üçün rahatçılıq olacaq. Həmçinin biz bəylər də otursaq. İndi biz hamımız bəylər, xanımlar bir yerdə oturanda başqa cür danışırıq. İndi biz bəylər oturanda orada elə danışırıq ki, orada xanımlar olmur. Yəni, əksər hallarda ki, məclislərdə bəylər olursa, əlbəttə orada xanımın yeri yoxdur. Yəni, çox təşkil edirsə bəylər, əlbəttə burada zarafat olacaq, deyib gülmək olacaq. Tək meyxananla yox, elə belə sözlə də zarafat olacaq. Əlbəttə orada xanımlar olmasa daha yaxşıdır. Təbii ki, bu aydın məsələdir. Mən əslində sözümü nəyə gətirib çıxarmaq istəyirdim. Siz adını az öncə çəkdiniz, bəli, bizim dəyərli musiqili meyxananın, belə deyək də, nümayəndələrindən birisi Namiq Qaraçuxurlu. Sanki bu meyxana tendensiyasını biraz dəyişdi. Bura biraz musiqi qatdı, biraz duet ortaqları Aygün xanımla, digər Könül Kərimova ilə bu formada bu meyxanaya sanki başqa bir don geyindirildi. Bu ciddi meyxana ustadlarını narahat edirmi, meyxananın üzü bu tərəfə getməsi? Xeyr, Namiq əslində meyxananı bu tərəfdən də sevdirdi. Aygün xanımla o duetləri çıxdı, Könül xanımla duetləri çıxdı. Bəzi kütlələr də başladılar sevməyə, meyxananı çox adam sevmirdi, bu tərəfdən də sevdilər. O əslində daha oldu, bizim sənətə daha da dəstək oldu. Mən yəni əksin deyərəm onu, yəni daha yaxşıdır. Onun kimi bugün Pərviz Bülbülə məsəl üçün oxuyur, Türkan xanımla, Damla xanımla duetləri olubdur, başqa xanımlarla olub. Mən yəni birbaşa dəstəkləyirəm. Mənim kimi çox sənət yoldaşlarıma sual versəz dəstəkləyirlər ki, Pərviz şou biznesdə də uğur qazandı. Bir meyxanasının musiqinin içində şou biznesdə uğur qazanmağı çox böyük bir şeydir. Elə görmüsünüzmü, yəni hansısa müğənni gəlsin meyxananın içində o qədər uğur qazansın, meyxana desin, nə bilim meyxana deyənlər kimi nəsə oxusun, olmur. Yəni o müğənni götürür, başlayır oxumağa. Düzdürmü? Amma meyxana deyən o sahədə də gedib əgər öz istedadını nümayiş elətdirə bilir, orada da uğur qazanırsa, bu elə bizim sənətin birbaşa uğurudur. Siz show biznes bir növ, yəni bunu bəlkə də ifadəm düzgün çıxmayacaq. Biraz burada bir biznesi varsa, meyxana elə bir şeydir ki, burada sözdür, bədahətən gəlir, orada qəzəlin var, orada sənin belə deyək də bu ədəbiyyata yanaşman var. Amma bu show biznesdə özümüz bilirik ki, çox qalmaqallar olur, insanlar bəzən reklamı üçün, tanınması üçün məqsədli şəkildə müəyyən fikirlər ortaya atırlar. Yəni, nə qədər düz gəlir? Biz meyxananı çox ciddi, əsl Azərbaycan, belə deyək, kişisi, bəyinin dilindən çıxan bir söz kimi qəbul edirik. Amma günün birində hansısa bir meyxanaçının, bir show biznes nümayəndəsi ilə, hansısa bir qalmaqalda adının hallanması, bu biraz belə, necə deyim, qaydaları pozurmu, yoxsa tam əksi? Əslində belə bir şey deyək, reklam deyirsiniz, qazanır reklam üçün. Belə başa düşürəm ki, çörəkdən başqa hər şeyin reklama ehtiyacı var. Yəni, hər şey reklam olunur, bugün özünüz yaxşı bilirsiniz. Amma reklamın da növləri var. Biri var, yaxşı mənada reklam olunmaq, biri var qalmaqalla. Bizim sənət yoldaşlarımız
yəni ola bilər ki, hardasa qalmaqal əgər olubsa, o da necə deyim, təsadüfən olub, anlaşılmamazlıqdan olub ki, o qalmaqal yaranıb, onların adı qalmaqalda çıxıb və oradan da anti-reklam olub, reklam qazanıb. Amma məqsədli şəkildə bizim meyxana aləmində qalmaqalla reklam qazanan yoxdur. Ki, imenni mən yəni filan məclisdə filan kəsinə meyxana deyəndə və yaxud səhnə paylaşanda orada filan qafiyəni tutum və yaxud filan sözü deyim, onun cavabı belə olacaq, orada qalmaqal düşəcək, mən reklam qazanım, belə olmayıbdır. Təsadüf halda yalan, anlaşılmamazlıqdan olub hardasa, orada qalmaqal olub və onda müəyyən səhifələr oradan 2 dəqiqənin içində paylaşıb, anti-reklam olub, belə reklam qazanan. Amma məqsədli şəkildə bizdə yəni qalmaqalla reklam qazanan yoxdur. Amma show biznes nümayəndələri hər zaman deyir ki, nə qədər reklamın varsa, bir o qədər aktualsan. Günün birində İlqar Nehrəmliyə hər hansı bir pop, ulduz və yaxud da sizin, belə deyək də, əqidənizə, sizin dünya görüşünüzə, sizin düşüncələrinizə əks bir insan, deyək ki, məsəl üçün bizi Eurovisionda təmsil etmiş hər hansı bir müğənni duet təklifi gəlsə, razılaşarsınızmı? Mən belə deyim, mən duet özüm oxumuşam, duet ortaqlarım olub bir neçə dənə. Mən o sahədə də özümü sınamışam. Orada da uğurlu olubdur, var YouTube kanalında var, televiziya verilişlərində görüblər tamaşaçılar. Sadəcə mən o sahədə olandan sonra baxdım ki, cəmaət hamı məni toyunu oxumağa çağırır. Meyxana yaddan çıxıb, mən özüm qayıtdım. Bundan sonra yəni hardansa təklif gələr, gəlməz bir qırağa, yəni hal-hazırda fikrimdə elə bir şey yoxdur ki, kimlənsə duet oxuyum. Çünki duetdə də özümü sınadım, o sahədə də bildim, show biznesdə oldum yəni. Az da olsa oldum bir neçə il. Meyxana sənətim daha yaxşıdır. Yox, qəbul etmərəm, hal-hazırda fikrimdə yoxdur. Hal-hazırda. O nə gətirə bilər? Bax, məsəl üçün, deyək ki, məsəl üçün, Nigar Camal bizim gözəl xanım, Eurovisionda bizim qalib olan xanımlardan, xanım ifaçımız. O ilə günün birində bir duet oxumaq, Nigar xanımın səhnə görünüşü, onun belə deyək də ifa tərzi, o ilə oxuyacağınız, oxuya biləcəyiniz bir duet sizi gətirib hara çıxarda bilər? Bu sizə daha çox problem yaşadar, yoxsa şöhrət gətirər? Onu bilmək olmaz sadəcə, indi hələ bir şey yoxdur, necə deyim, əgər gələcəkdə olarsa, o bilmək olmaz, uğur gətirər, yoxsa uğursuzluq gətirər, onu bilmirəm. Meyxana aləmində biz az öncə də qeyd elədik, ümumiyyətlə qadın faktoru biraz, belə deyək də, məhrəmdir. Və biz bu məclislərdə qadınları görməsək də, amma bir söz xiridarına, bir söz vəsf eləyən insana qadın faktoru önəmlidir, vacibdir. Sizin sözlərinizdə, fikirlərinizdə qadın nə qədər rol oynayır və yaxud da belə deyək də, hər hansı bir həyatınızın bir dönəmində bir qadın, bir sevgi hekayəsi sizi nəsə yazmağa vadar edir? Belə deyim, olub insan həyatında olmayacaq bir şey olmayıb. Bütün insanların həyatında sevgi olub, əlbəttə bir xanım olub, nəsə yazıb. Amma bizdə bir şey var, o xanım olmasa da məsəl üçün elə bir təbin gəlir, oturub nəsə yaza bilirsən, məsələn, təsəvvür edirsən, düşünürsən, canlandırırsan, nəsə yazsan. Böyle xanım olmasa da yəni sevgin yazmaq olur. Xanımsız da gedirə. Sənət yoldaşlarınızın, məsəl üçün, hansısa bir iradı, hansısa bir fikri və yaxud da hər hansı bir məclisdə sizin sənətinizdə indi bəlkə də bu qanun uyğunluqdur, amma onu izləyən insanlar bəzən çaşbaş qalır ki, söz kəsmələr olur. Bu əsnada bu məsələyə ümumiyyətlə necə yanaşırsınız? Bu məqam bir meyxanaçı, bir söz xiridarına necə təsir eləyir? Onun sözünü kəsmək, onun sözünə qarşısına söz qoymaq. O məndə də olub. Mən də kimsənin sözünü kəsmişəm. Mənim də sözümü kəsiblər. Bu məharətdir, yoxsa bir? Yox, məharət deyil. Bəzən, bax, bu iki yol var. Bəzən paxıllıqdan olur. Paxıllıqdan durun mən deyim, mən də o gözləsin beləsinə. Bəzən yaşla əlaqədar olur. Yəni o qədər yolları var. Bəzən elə olur həqiqətən sözün gəlir ki, mən indi deməliyəm ki, ona cavabı indi verim yerinə düşür. Bu çox yəni formada olur da. Yəni buna bir dənə ad qoyub demək olmaz. Məndə də olub, mən də sözümü kəsiblər, mən də sözlərini kəsmişəm.
İntriqaları gətirib çıxartmır bu? Yox, meyxanada bir şey var ki, o səhnədə olan səhnədə qalır. Ondan sonra qırağa çıxanda deyək hər kəsdən necə deyim, salamlaşır, sağollaşır və o səhnədə olan səhnədə qalır. Əlbəttə ki, necə deyim, o bir qırmızı xətt var, oranı gözləmək şərti ilə hər kəs də onu gözləyir. Xırda anlaşılmamazlıqlar olursa, o da valla səhnədə, yəni yenə deyirəm, bilməyərəkdən olandır. Yəni, onlar qıraqda geçsinlər, dava eləsinlər, dalaşsınlar, elə şey yoxdur. Cəmaat sadəcə belə görə söz dalaşır da, yəni bu sözlə dalaşmalıdır axı. Ona görə cəmaata maraqlı gəlməlidir orada. Hə, bir-birini tərifləsələr qıraqda olmaq xoş gəlməyəcək axı. Sizin bu sənətdə sizə ən çox belə deyək də yaxşı mənada nə gəlir gətiribdir? Yəni pulunuzu, qazancınızı saymaq bir fikrimiz yoxdur, məqsədimiz yoxdur, amma bu sənət sizə maddi baxımdan nələri qazandırıb? Bu sənətə mən maddi baxımdan kifayət qədər yəni xərcləmişəm. Çox xərcləmişəm, onu bilənlər bilir, hə. Mən bura çox xərcləmişəm. Mənə də qazandırıb, yəni necə deyim, narazı da deyiləm. Qazandırıb, yəni qazandırıb da xərcləmişəm. Amma mən xərcləyən zamanlar yəni qazanmayıb xərcləmişəm. Çünki o dövrlər meyxanaya pul vermirdilər. 2003-də, 2004-cü ildə indi toy danışırsan, məsəl üçün məclisə gedirsən deyə pul danışıb gedirsən, o vaxt pul danışmırdın. Gedirdin, nə olar, belənçinə bir vəziyyət idi. Mən onda olmayan vaxtda xərcləmişəm. Amma indi hamı pul danışır. Bugün tezə ortaya çıxıb meyxana. Albomlar filan. Əlbəttə, albomlar, hər şeyə çox çətin idi o vaxtları. İndi ortaya çıxan məsələn zamanlar, tezə meyxana deyənlər var, hansına əgər məclisə gedəcəklərsə hamısı pulun deyib gedirlər. Yəni pulsuz heç kim getmir. Belə gedənlər var, onlar da baxır da dosta, qardaşa. Bir görünən bir fakt da var ki, hal-hazırda özəl kanallar müəyyən maliyyə qarşılığında tanınmış insanları efirlərə dəvət eləyirlər və çox sənət insanlar var ki, bunu belə deyək də özünə bir hörmətsizlik kimi bilirlər ki, mən ödəniş qarşılığında efirə çıxıb öz sənətimi satmamalıyam. Sizdə necədir vəziyyət? Belə hallarla rastlaşmısınız? Bugün Azərbaycan televiziyasının əksər kanalları ödənişləndir. Bəli, müğənnilər, meyxana deyənlər ödəniş edib çıxırlar. Mənim də dostlarım var orada iştirak edənlər. Mən yəni bu günə qədər televiziyada bilir, sənət yoldaşlarım da müəyyənləri bilir, aparıcılar da bilir ki, mən heç bir televiziya ödəniş eləməmişəm. Sadəcə indi harasa şeirim xoşlarına gəlib çağırıblar və yaxud hansısa böyük məndən ustadlar var, məsələn Ağa Mirzə var, salamlayıram burada. Hansısa veriliş olub, mehman olub, ona salamlayıram. Deyiblər məsələn özü ilə bir neçə nəfər gətir, dəvət edib ki, gəl gedək, belə olubdu. Ondan da qabaq mən özüm də təknikçidən neçə dənə verilişlərdə yəni hamısında ödənişsiz iştirak eləmişəm. Yaxşıdır hər şey, şükür Allaha. Qayıdırsansa qayıt, gəl ki zamanım yoxdur. Bivəfa yerdi bu dünyaya gümanım yoxdur. Bu vəfasızlığı öyrətdi küləklərimi sənə. Mən də əhdimdə sədaqətli, yalanım yoxdur. Səni xatırlamağım sübhü dualar kimidir. Gül misalındadır, eşqimdə tikanım yoxdur. Əlvida son nəfəsimdir bu pıçıltım, bu sözüm. Həsrətə dözməyə tabım, nə də canım yoxdur. Sən ki ilqarı itirməkdə tələsdim bu qədər. Yarsız aşiq ölər, ölsəm də ziyanım yoxdur. Yarsız aşiq ölər, ölsəm də ziyanım yoxdur. Təşəkkürlər, çox gözəl. Bizim artıq belə deyək də meyxana sənəti sanki bir balaca bir qəlibdən çıxıb, az öncə də qeyd etdiyimiz kimi musiqi ilə sintez olunub, show biznesdə artıq belə deyək də yer alıb və bu əsnada əksəriyyət müğənnilər populyar və ən çox izlənilən mahnıların sözlərini meyxanaçılardan alır. Yəni ən belə deyək də o YouTube dili ilə desək, trendə düşən mahnıların əksəriyyəti meyxanaçıların sözləridir. Siz necə sözlərinizdən hansısa bir musiqiçiyə hədiyyə etmək fikriniz var? Yox, mən hədiyyə eləmişəm. Mənim də mahnılarım olubdur. Allah rəhmət eləsin, cənab generalımız Polad Həşimov. Mən ona bir şeir yazdım.
O şeiri mahnı elədilər, bəstələdilər, oxudular. Yeganə Zahid qızı oxudu, Polad Həşimova. Cənab general belə yazmışdım. Sonra Azərbaycan Türk ordusu, Erkan Çəlik Türk müğənnisi, Aytən Nur Azərbaycan müğənnisi, onlar bir yerdə oxudular. Sonra Elşad Qarayevə bir mahnı vermişəm. Sonra müğənnilər yadımdan çıxıb, bir dənəsi də var, bir neçə dənəsi də var, yadıma düşdü deyərəm. Firuzə Babayevə bir mahnı vermişəm. Hamısı yəni yaxşı baxış gəlib neçə milyonla. Prosto cəmaat oxuyur, neçə milyon gəlir. Özüm oxuyuram, neçə 100 min gəlmir. Bəs bunun qarşılığında siz öz sözlərinizi eşidib, o sizi qane eləyib, yoxsa bir əllərini cibinə salıblar? Mən məsəl üçün deyək, Azərbaycan Türk ordusu o vətənimə yazılan mahnıdır. 10 pulsuz əlbəttə hədiyyə eləmişəm. Polad Həşimovda onu da hədiyyə eləmişəm. Sonra Xanışa bir mahnı vermişəm Şöhrət oğluna. Ona, yəni bizə yaxın insanlar var, onlara bu ödəniş istəməmişəm, elələri var ki, ödəniş ediblər. Bu sevgi şeirlərini yazdıran kimdir, nədir? Sadəcə yazdıran da Allah Taala verir, təbdi, ilhamdır. Yəni o siz düşündüyünüz deyil. Kimsən, yəni vəsf eləmirəm. Biz nə düşündük ki? Siz düşündünüz, yəni kimsən vəsf eləyir hansısa. O keçmişdə olanı kimsəni yox. Sadəcə. Amma sizin qız fanatlarınız, xanım fanatlarınız olmamış olmaz. Yazanlar. Hər kəs kimi istəyənlər bəli vardı. Hər birisinə təşəkkür edirəm. Bir də bir şeyə sevinirəm ki, Şəbnəm xanım. Demirəm, Allah hamısının köməyi olsun. Mən məsələmi şeirlərim daha çox paylaşılır. Milyonlarla paylaşım var məsələmi. Amma bir də məsələ var ki, orada yəni Allaha şükürlər olsun. Allah icazə vermir heç kim məni yəni orada təhqir edəcək nəsə yazımı. Hamı tənqid edə bilər, fikirlərini bildirir orada. Daha çox məsələmi xoş sözlər yazırlar. Mən hamısına təşəkkür edirəm. Allah köməkləri olsun. Paylaşırlar, dəstək yollar var olsun. Siz də ki təşəkkür edirəm. Çəkimi Xoşdur bizim üçün. Amma biz bu göz önündə olan insanlar artıq bu populyarlığın, bu şan şöhrətin qarşılığında onu da gözə almalıyıq ki, bizə daş atan da olacaq. Yəni ən müqəddəslər belə kimlərsə tərəfindən hansısa bir sözlərə, fikirlərə məruz qalırsa, bizə də o sözlər deyilə bilər. Yəni necə müqavimət göstərirsiniz belə məsələlərə? belə bir şey var. Bizi də əlbəttə istəməyənlər var. Əlbəttə mübarəkləri də sevməyənlər olubdu. Və sizi sevməyən insanları sizi sevməyini istəyirsinizsə, bunun bir düsturu var. Sizi, məsələn, müəyyən insanlar sevmir, istəmir, ətrafınızda da var, insanlar hiss edir, yəni onu istəmirlər. Məsəl üçün, sizi sevməyən insanlar üçün səmimi qəlbən Allaha dua eləyin. Onların qəlbinə Allah məhəbbət salacaq, sizi istəyəcəklər. Mən yəni bunu əminliklə deyirəm. Sizi sevməyən insanları siz sevin. Onlar üçün qəlbən dua eləyin, onlar sizi sevəcəklər. Mən bu sənətdə önümü kəsənlər olub, yox, çox olub, hal-hazırda da var. Amma bacara bilmirlər. Həqiqət. Sahənizdə? Əlbəttə, öz sahəmdə, meyxana sahəsində çox bunu eləyir. Nədir dərdlər? Belə deyim də, bu mənim önümü kəsən hal-hazırda da var. Əvvəldən də olub, indi də olub. İndi də vardı hal-hazırda və eləyirlər bunu da. Mən bilirəm, özləri də bilirlər. Bundan da belə deyim, məndən ya həqiqətən deyirəm, onların özləri də bilirlər. Mənim önümü kəsmək istəyənlər və kəsənlər, yəni səmimiyyətlə deyirəm, buradan birbaşa çəkilişlə deyirəm. Hamısı da bir-bir eşidir. Yəni səmimi qorxurlar, çəkinirlər. Qorxduqları üçün önümü kəsmək istəyirlər ki, İlqar olduğu yerdən 2 addım da qabağa gəlsə, onların bilirlər ki, yəni onlar üçün yaxşı olmayacaq. Mən onları tutub yəni döyəsi deyiləm, yəni meyxana aləmində yaxşı olmayacaq. Mənim də öz dost qardaşlarım var, sənət yoldaşlarım var. Mən də ətrafıma kimlərsə yığa bilərəm. Onlar üçün böyük maneədir İlqar. Onun üçün İlqarın qabağını hər yerdə kəsmək istəyirlər. Sizin məlumatınız vardı, yoxdur bilmirəm. İndi o da yaxınlarda verilişə gedəcək. Televiziya ATV kanalında çəkiliş olub. Orada bir yarış oldu. O yarışda mənə də çağırdılar. İndi orada danışmışam, yenə buradan danışıram. Çağırdılar, mən də getdim o yarışda iştirak eləməyə. Ondan sonra sənət yoldaşlarım ki, orada 5-6 nəfər yığıldılar bir yerə ki, İlqar Nehrəmli burada olmasın bu yarışda. Olmasın, bu kəlmə-kəlmə verilişi var idi. O yarışda şəxsən yəni mən də var idim. O ki, meyxana deyənlər yığıldılar bir yerə. Hamısı da bilir, ATV-də çəkiliş də olub. İndi efirə də gedəcək o. Özləri yığışdılar bir yerə 5-6 nəfər ki, İlqar burada olmasın. Mən də götürdüm bir-bir meyxana deyənlərə zəng elədim.
qardaş, mənim orada olmamağımı sən istəmirsən. O boynundan atdı, mən deyiləm, bu boynundan atdı, mən deyiləm. Heç kim boynuna almadı. Mən lazım olan sözləri də onlara dedim. O sözü mən heç kim deyə bilməz. Mən hamısına dedim. Hamı da boynundan atdı. İştirak elədi Və orada. mən o yarışını iştirak edə bilmədim. Məqsəd də qoydular ki, İlqar Naxçıvanlıdır. Buna çox SMS gələcək, udacaq, çempion olacaq. Ona görə mənə yarışda iştirak etməyimi qoymadılar. Az öncə əlini ayağını yuyurdunuz öz sənətinizdə olan dostlar, qardaşlar deyirdiniz. Bəli, mən əl-ayağını yuyuram, çalışdığım qədər əl-ayağını yuyuram ki, yəni qoy bunlar, xalq bunları yaxşılarından pis tanımasın, bunların əlini yuyuram. Amma məsələn, müəyyən məsələlər var, bunu hamı, hər kəs bilir. Mən qarşısın, mən burada danışmasam, başqa, hamı paylaşıb onsuz da, TikTokda, hər yerdə vardı, hər kəs də bilir. Bunu mən gizlədə bilmərəm. Üzə gəlirlər. Üz-üzə gəlirlər, bax buradan da deyirəm, bax çəkilişlə deyirəm. O kimlər ki, mənə orada, məsələn, bahiskarlıq eləyib, hamısı bilir, o 5-6 nəfərdir. Onlara buradan deyirəm, mən salam verməm, mən sizə salam vermirəm. Özləri də gəlirlər, Allah şahiddir ki, öpüşürlər, görüşürlər məndən. Və bu qədər yanı onlar üçün əsas şöhrətdir, onlar üçün əsas əldə qazanılacaq uğurdur, əsas puldur. Yəni onu elə düşünürlər. Bunlar bahisçilər, bu olmasın orada, biz uğur qazanırıq. Amma gəl məndən görüşürlər. Mən onlara deyirəm, görüşməyin məndən. Bax buradan da deyirəm, qardaş, görüşməyin. Nəhayət verilişin əvvəlində dəyərli izləyicilər, bax İlqardan əslində bu suallara cavab almaq istəyirdim və verilişin sonunda özü dilə gətirdi bunu. Mən hesab edirəm ki, sizin həqiqətən, yəni bunu burada olduğum üçün demirəm, siz şəxsən bir kənardan izləyib və yaxud da şəxsən tanıyıb sizin haqqınızda fikirlərimi deyəcəm ki, əqidənizə, düşüncələrinizə, həyat tərzinizə, ətrafınıza, cəmiyyətimizə, ölkəmizə çox gözəl fayda verəcək bir insansınız və bundan sonra sizə sənətinizdə, həyatınızda çoxlu uğurlar arzulayıram və bizim bir sizlə də söz yarışmamız olacaq. İstəyirəm ki, bu sualları bizə cavab verəsiniz. Bir sözlə meyxana. Meyxana verici. Bir sözlə verici. Pul yoxsa Hörmət. Hörmət olsa pul da qazanacaq. Meyxana həyat tərzidir yoxsa istedad? İstedad. İstedad. Şöhrət yoxsa rahat həyat? Rahat həyat. Şöhrətin olsun, rahatçılıq olmasın. Kim istəyir ki onu? Bağışlamaq yoxsa unutmaq? Mən bağışlamıram. Allah bağışlayanda amma bağışlasın mən. Mən bağışlamıram, sadəcə unuduram. Meyxana yoxsa pop? Meyxana. İlqar Nehrəmli yoxsa kim? İlqar Nehrəmli. Təşəkkür eləyirəm. Buradan da bir daha bizi izləyənlərə təşəkkür edirəm. Sizin kanalınızı izləmədə qalsınlar və sənət yoldaşlarım hər birinə uğurlar arzulayıram. Onlara buradan demək istəyirəm ki, onlara sənət yoldaşlarıma və bütün dinləyicilərə demək istəyirəm ki, bir dənə axırıncı sözüm budur. Heç bu haqda mövzu düşmədi, bax, biz danışıqla gəlməmişik buraya, yəni ki, amma mən qəlbimdən keçən deyirəm. Bizim bir sənət yoldaşımız vardı, dünyasını dəyişdi, Vüqar Biləcəri. Allah ona qəni-qəni rəhmət eləsin. Bəzi indi insanlar var ki, Vüqarın haqqında orada müzakirələr aparırlar ki, Vüqar yaxşı meyxana deyildi və yaxud filənkəs yaxşı meyxana deyildi. Vüqar dünyasını dəyişib, o müzakirə elədikləri adam da hal-hazırda yaşayır və sənəti ilə məşğul olur. Bunlara buradan hamıya səslənirəm ki, bir dənə Vüqarı heç kimlə müzakirə eləməsinlər. Çünki o şair dediyin deyib, ölüb gedib. Dünyasını dəyişib. Elə biz şairlər də dünyasını dəyişəcək, heç kim dünyada qalmayacaq. Amma kimsəni gözdən salmaq üçün çalışmasınlar. Vüqarı gözdən sala bilməyəcəklər. Çünki onu Allah elə bir yerə qaldırdı ki, yəni onlar istəməyərək də Vüqarı yad edirlər. Allah hamının köməyi olsun. Sizin elə bu məqamda bu sualı vermək istəyərdim. Sizin yaxşı mənada günün birində məsəl üçün meyxanadan Allah eləməsin üz döndərsəz, getsəz bu sənətdən və yaxud da siz olmasaz, sizin arxanızca belə deyək də nələr deyəcəklər, nə danışacaqlar?
İndi yəqin ki, üzümə deyə bilməyənlər, arxamıza deyəcəklər, ol desinlər. Kimlə desə mən burada bax halallıq vermişəm, halal xoşlar olsun. Mən neyəcəm desinlər də ki, onlar demiş mənə nəsə eləmirlər ki. Amma üzümə gəlib demirlər, arxamca deyirlərsə qoy desinlər, hər kəsin arxasınca deyirlər. Amma bir yarışmada bu cürə nadanlıq eləyib gəlib sizə salam verənlər də var. Onu eləməkdə, yəni onu həqiqətən düz eləmədilər. Yəni o yarış oldu da, qurtardı da. Bitdi. 4 aydan sonra yarış bitdi. Amma yenə üz-üzə gəlirik, yenə çörək qazanırıq. O adamların da əksəriyyətin mən vəsilə olmuşam, vasitə olmuşam. Yəni ki, nə qədər məclislərdə iştirak ediblər, mən aparmışam onları. Bu gün də istəsələr onları aparacam. Amma onlar özləri utanırlar, bilirəm, amma gəl elə görüşürük. Onda gəlin son olaraq bir sual da verim sizə. Bəlkə də elə həmin insanlar üçün bir dərs olmuş olar bu. Sizin üçün meyxana aləmində ustadlar kimdir? Kimləri dinləyirsiniz, kimlərdən bəhrələnirsiniz və özünüzə əsl ustad bilirsiniz? Ustadlar çoxdur bizim sənətdə, onu saymağına verilişin yarısı gedər. Dünyasını dəyişənlər var, hal-hazırda olanlar var. Hal-hazırda olanlar Ağa Mirzədir, Mehman Əhmədlidir, Namiq Mənadır, Mahir Cürətdir, Ələkbər Yasamallıdır. İndi yadımdan çıxıb 5 dənədir, 5 yadımda Namiq Qaraçuxurludur. Var, bunlar hamısı ustadlardır. Arada sağdırlar. İnsanlar qarşısında sizin də kifayət qədər hörmətiniz var. Hamısı mənə bir kiçik kimi hörmət edirlər. Mən balacasıyam hamısına. Bu da sizin böyüklüyünüzdür. Hamısı mənə hörmət edir. Allah hamısından razı olsun. Mən də hamısının balacası kimi hörmətini saxlayıram. Çox sağ olun, təşəkkür edirəm. Səmimi fikirləriniz. Minnətdaram. Sizə də uğurlar arzulayıram. Təşəkkürlər. Çox sağ olun. Belə dəyərli izləyicilər, düşünürəm ki, sizin də içinizdən, ürəyinizdən gələn sualları İlqar bəyə buradan ötürdüm. Sizin verilişi izləyərkən sizə maraqlı olan bütün fikirlərinizi xoş, istəməyənlər də, istəyənlər də bizim verilişin izlədiyiniz zaman şərh bölməsinə fikirlərinizi bildirə bilərsiniz. Bugünlük həyatın içindən bu qədər. Sağ olun.